İmami Məktəbi kanalında Ateistlərə cavab 9-cu hissə Əhl-i Beyt imamlarının elmi kəşfləri. Bəzən elə düşünürlər ki, elm başqadır, din isə tamamilə başqa. Bəşəriyyət tarixi boyunca bu iki məfhumu qarşı-qarşıya qoymağa çalışanlar az olmayıb. Lakin biz bugün tam əminliklə, heç bir şübhəyə yer qoymadan sübut edəcəyik ki, əsl elm və gerçək din əsla bir-birinə zidd deyil. Əksinə, İslamın Əhl-i Beyt məktəbində bu iki sahə eyni vahid mənbədən, yəni mütləq və qüsursuz ilahi hikmətdən qaynaqlanır. İmamlarımız sadəcə dini rəhbərlər deyildilər. Onlar kainatın sirlərinə ən incə detalına qədər bələd olan ilahi elm daşıyıcıları idilər. Bəşəriyyətin əsrlər sonra böyük laboratoriyalarda çətinliklə kəşf edəcəyi həqiqətlərin 1400 il öncədən necə mükəmməl şəkildə bəyan edildiyini görməyə hazırsanız, elə isə başlayaq. Bismillahirrahmanirrahim. Əssalamu aleykum, əziz İmami Məktəbi kanalı izləyiciləri. Ateistlərə cavab görüntülü izahımızın 9-cu hissəsinə çatdıq. Həmd olsun Uca Allaha. Səhifəmizə takib atıb izahlarımızı təkrar paylaşmağı unutmayın. Bugünkü mövzumuz doğrudan da xüsusilə əhəmiyyətlidir, çünki materialistlərin təsadüf adlandırdığı o böyük elmi kəşflərin arxasında dayanan mütləq ilahi nizamı biz bugün konkret faktlarla ortaya qoyacağıq. Bu cür nələri müzakirə edəcəyik? Sarsılmaz sübutlarımızı 4 əsas başlıq altında təhlil edirik. Birinci, astronomiya və yerin hərəkəti. İkinci, mikrobiologiya və qan dövranı. Üçüncü, gələcəyin texnoloji möcüzələri və ən nəhayət elmin 27 hərfi. Birinci hissəmiz astronomiya və yerin hərəkəti, yəni bir növ kainatın sirləri. Gəlin astronomiyaya, o uçsuz-bucaqsız kainatın dərinliklərinə doğru ilk addımımızı ataq. Bilirsiniz, müasir astrofizika əslində heç də yeni ixtiralar etmir. Onlar sadəcə 1400 illik teoloji elmin arxasınca gəlib yenicə ona çatmaqdadırlar. Bu ecazkar bəyanata diqqət edin. Həzrəti Əli əleyhissalam Nəhcül Bəlağənin 1-ci xütbəsində kainatın yaradılışını necə dəqiq vəsf edir, buyurur. Sonra Allah Taala uca fəzanı yaradaraq oranı tüstü, yəni duxan ilə doldurdu. Təsəvvür edirsinizmi? 1400 il əvvəl fəzanın əvvəlcə bir tüstü, qaz halında olmasını belə qətiyyətlə söyləmək, bu birbaşa ilahi mənbədən gələn mütləq elmin özüdür. Bütün ateistik iddiaları alt-üst edən mənzərə məhz budur. Bir tərəfdə Həzrət Əlinin tam 1400 il əvvəl bəyan etdiyi o tüstü mərhələsi dayanır, digər tərəfdə isə müasir astrofizikanın yalnız və yalnız 20-ci əsrdə sübut edə bildiyi nebulyar nəzəriyyə, elm ancaq yaxın tarixdə başa düşdü ki, ulduzlar və planetlər məhz qaz və toz dumanının sıxılmasından yaranıb, imamın kəlamı ilə müasir elmin gəldiyi nəticənin belə qüsursuz şəkildə üst-üstə düşməsi həqiqətən də heyrətamizdir. Amma dayanmırıq, daha da irəli gedirik. İmam Sadiq əleyhissalamın öz şagirdi Cabir İbni Həyyana verdiyi dərslərə baxaq. O bir mənalı olaraq heç bir ehtimala yer qoymadan belə buyurur. Yer öz oxu ətrafında fırlanır, lakin bu hərəkət elə nizamlıdır ki, insanlar bunu hiss etmir. Gecə və gündüzün bir-birini əvəz etməsi məhz bu fırlanmanın nəticəsidir. Zərrə qədər tərəddüd yoxdur. Tam dəqiqliklə verilmiş bu cümlə bugünkü fəza elminin təməl qanunudur. İndi bu tarixi xronologiyaya baxın, bu məqam dinin güya elmi boğması barədə deyilən o cəfəng iddiaları kökündən darmadağın edir. 8-ci əsrdə İmam Sadiq əleyhissalam yerin fırlanmasını mədrəsəsində konkret elmi fakt olaraq öyrədirdi. Düz 900 il. Aradan bütöv bir 9 əsr keçdikdən sonra 17-ci əsrdə Qaliley eyni həqiqəti dilə gətirdiyi üçün kilsə tərəfindən mühakimə olunurdu. Bu nəhəng zaman fərqi Əhl-i Beyt məktəbinin sahib olduğu ilahi elmin insanlıqdan nə qədər öndə getdiyinin ən parlaq sübutudur. İkinci hissəyə keçirik. Mikrobiologiya və qan dövranı, yəni o görünməyən gizli dünya. O nəhəng fəzadan indi gəlin enək mikrokosmosa, yəni gözümüzün belə görə bilmədiyi o kiçik aləmə. Bəşər övladının hələ əsrlər boyu xəbərsiz olacağı o gizli dünyaların qapılarını imamlarımız görün necə açırdılar. Hələ mikroskopun icadından çox-çox əvvəlki dövrdəyik. İmam Sadiq əleyhissalam tələbəsi Müfəzzəl ibn Ömərə diktə etdiyi Tövhid-i Müfəzzəl kitabının 1-ci hissəsində xəstəliklərin səbəbləri barədə mütləq bir həqiqəti belə buyurur. Ey Müfəzzəl, elə kiçik canlılar vardır ki, gözlə onları görmək mümkün deyil. Lakin onlar insan bədəninə daxil olduqda xəstəliklər yaradırlar. Buna görə də yeməkdən əvvəl və sonra əllərinizi yuyun. Bunu çox böyük qətiyyətlə və tam əminliklə deyirik. İmam Sadiq əleyhissalamın bəyan etdiyi bu kəlam bugünkü müasir tibbin, mikrobiologiyanın sütunu sayılan mikrob nəzəriyyəsinin bəşər tarixindəki ən erkən, ən dəqiq və şübhəsiz ifadəsidir. Bu, hansısa adi bir təmizlik məsləhəti falan deyildi. Bu, gözlə görünməyən bir aləmin mütləq bir elmi gerçəkliyin kəşfidir.
Anatomiya və insan bədəninin fəaliyyətinə gəldikdə isə Əllamə Məhəmməd Baqir Məclisinin Biharul Ənvar əsərinin 62-ci cildinin 140-cı səhifəsində İmam Sadiq əleyhissalamın qan dövranı barədə buyurduğu bu sözlərə diqqət edin. Ürək bədənin mərkəzidir və o, qanı damarlar vasitəsilə bütün bədənə paylayır. Qan ağciyərlərə gedir, orada təmizlənir və yenidən ürəyə qayıdır. Bir daha təkrar edirəm, imam bu elmi faktı heç bir təxmini olmadan tam və bir mənalı şəkildə elan edir. Bilirsinizmi tarixdə diqqət çəkən ən heyrətverici məqam nədir? Qədim dünyanın həkimləri əsrlər boyu elə bilirdilər ki, qan qaraciyərdə yaranır və damarlarda durğun, hərəkətsiz vəziyyətdə qalır. Bütün dünya bu cəhalət içində ikən, İmam Sadiq əleyhissalam ürəyin nasos funksiyasını və qanın o müəkkəb dövranını artıq mükəmməl şəkildə izah etmişdi. İngilis həkimi William Harvey'nin 17-ci əsrdə qan dövranını güya kəşf etməsi əslində Əhl-i Beyt məktəbində ondan çox-çox əsrlər əvvəl məlum olan bir həqiqətin bəşəri təkrarlanması idi. Üçüncü hissə, gələcəyin texnoloji möcüzələri. İndi isə biologiya və astronomiyadan çıxıb birbaşa gələcəyə, bəşəriyyətin və elmin çatacağı o yüksək texnoloji nöqtələrə baxaq. İmamlarımız öz dövrlərinin klassik lüğətindən istifadə edərək müasir dövrümüzün qlobal texnologiyalarını ən incə şəkildə xəbər veriblər. Şeyx Müfidin Əl-İrşad əsərində İmam Zaman ağanın, yəni Qaimin dövrü barədə belə möhtəşəm bir hədis var. İmam Sadiq əleyhissalam buyurur, Qaimin, yəni İmam Zamanın zamanında şərqdə olan şəxs qərbdə olan qardaşını görəcək, qərbdə olan şəxs isə şərqdə olan qardaşını görəcək və onunla danışacaq. Bu cümlənin üzərində bir canlıq dayanın. Dünyanın bir ucundan digər ucuna həm səsli, həm də görüntülü əlaqə. 1400 il əvvəl insanların eşidəndə sehr və ya mümkünsüz dediyi şeylər bugün masamızın üstündəki gündəlik reallıqdır. Şərqdən qərbi görmək indiki internetimiz, peyk rabitəsi və video zənglərimizdir. Yorulmayan dəmir atlar bugünkü avtomobillərimizdir. Buludların üzəri ilə hərəkət edən vasitələr isə tam olaraq təyyarələrin klassik dildəki qüsursuz təsviridir. Əhl-i Beyt imamları bəşəriyyətin hara getdiyini, texnologiyanın necə inkişaf edəcəyini çox gözəl bilirdilər. Çünki bu məlumatlar onlara birbaşa Rəbbin xəzinəsindən gəlirdi. Dördüncü və sonuncu hissəmiz elmin 27 hərfi, yəni əsl elmi inqilab. Gəldik fəlsəfi cəhətdən ən dərin zirvəyə. Biz sübut etdik ki, imamların fəza, mikrobiologiya və texnologiya haqqında dedikləri hər bir söz qəti və mütləq həqiqətdir. Yaxşı, bəs bizim bugün çox öyündüyümüz, fəxr etdiyimiz o elmi inkişaf əslində bütöv elmin neçə faizidir? Bu sualın ən dəqiq cavabını Əllamə Məclisinin Biharul Ənvar əsərinin 52-ci cildinin 336-cı səhifəsində İmam Sadiq əleyhissalam tam bir mənalı şəkildə verir. Elm 27 hərfdən, yəni hissədən ibarətdir. Peyğəmbərlərin gətirdiyi bütün elmlər cəmi 2 hərfdən ibarətdir. İmam Zaman zuhur etdikdə isə yerdə qalan 25 hərfi də üzə çıxaracaq və insanlar arasında yayacaqdır. Bir düşünün, indiyə qədər kəşf etdiyimiz antibiotiklər, ayaq uçuşlarımız, yüksək sürətli internet, kənd təsərrüfatı texnologiyaları, bəşəriyyətin bütün tarixi boyu öyrəndiyi hər şey elmin cəmi və cəmi 2 hərfidir. O boyda okeandan sadəcə 2 damla. Yerdə qalan o nəhəng qisim isə bizi hələ gözləyən ilahi elmdir. Yəni, biz elmin heç də zirvəsində deyilik, biz elmin hələ sadəcə astanasındayıq. 25. Hələ qarşıda açılmamış, insan övladının xəyal belə edə bilməyəcəyi tam 25 hərf dayanır. İmam Zamanın bərqərar edəcəyi dövlət sadəcə bir ədalət inqilabı deyil, o həm də bəşər tarixinin ən böyük, ən hüdudsuz və mütləq elmi inqilabı olacaq. Yaradılışın əsl potensialı məhz o zaman tam şəkildə zahir olacaq. O gün bəşəriyyət kosmosun və varlığın sirlərinə kamil şəkildə vaqif olacaq. Sonda bütün bu qəti dəlillər işığında materialistlərə və ateistlərə çox açıq bir sual ünvanlayırıq. Əgər Əhl-i Beyt imamları kainatın yaranışını, qan dovranını, mikrobiologiyanı və qlobal telekommunikasiyanı 1000 illik bundan əvvəl belə mütləq bir dəqiqliklə təsvir ediblərsə, ortada olan bu möhtəşəm nizamı və elmi kör təbii təsadüflərə bağlamaq mümkündürmü? Əsla. Bu, şübhəsiz ki, hər şeyi öz elmi ilə əhatə edən uca Allahın mütləq qüdrətinin və təkliyinin ən inkar olunmaz imzasıdır. Düşünən beyinlər üçün bu dəlillər tam və kifayətdir. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Vəssalamu aleykum və rahmetullah.